ocağını soyuq səngərə dəyişən kapitan. Hər şeyini o torpaqlara görə fəda verdi. Sevgisin, ailəsin, uşaqların. Ayın biri mənə dedi ki, Günel, mən gedib qayıdacağam. Ayın biri sadəcə olaraq bir kəlmə zəng vurdu ki, Günel, Allaha əmanət olub, mən müharibəyə gedirəm. O 21 gün döyüşdə iştirak elədi. Cəbrayıla gedibdi. Oradan zəng vurdu ki, Günel, bir kəlmə dedi ki, biz Cəbrayıldayıq, ekskursiya sizə hazırlaşın, sizi ekskursiyaya gətirəcəm. Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərində olubdu. Qubadlıda şəhid oldu. Həqiqətən də mən ruhimlə, sağlığında da qürur duyurdum. O qədər onunla qürur duymuşam ki, indi də onun adını yaşatmaqdan ötürü əlimdən gələn edirəm ki, o yaşasın. Ruhin cənab prezidentimiz tərəfindən Vətən uğrunda medalı, Qubadlının azad olunması medalı, Cəbrayılın azad olunması medalı, bir də Cəsur döyüşçü medalı ilə təltif olunmuşdu. Şəhid ailəsi kimi təqaüd və pensiya alırıq.